Sabah xeyir, sabah xeyir. Əslində biraz yorğunluq var, amma eyni zamanda da özümü çox yaxşı hiss edirəm. Çünki çox gözəl günüm keçib, sadəcə olaraq hələ səsim açılmıyor. Çünki canlı oxumağın da özünün bir gözəlliyi var. İnsanlar səninlə bir yerdə yaşayır. Dünən bir neçə tədbirimiz vardı və çox gözəl keçdi. Bugün səhər-səhər ayrılmışam və Səs Azərbaycanda mənim bir tələbəm vardı, Qəşəm. Biz onu ayırdıq artıq proyektdən. Çünki bəzi məsələlər var idi, Qəşəm müalicə almalıydı. Və biz də gücümüz çatanı, hər kəs Qəşəm sevərlər. Mən sevilirəm tək öz adımdan danışanda. Deyim ki, biz el-ele veririk və çalışır ki, Qəşəm sağalsın, o xəstəliyi yensin inşallah. İndi birazdan geləcəm evlərinə ona dəyməyə, çünki bu saatda işimiz yoxdur, sonra baxacaq çünki səhnəmiz var. Gedək baxaq Qəşəm necədir, əlimiz düşərli olub mu, olmayıb mu, inşallah olacaq. İyiyim, çok güzelim. Bir yer var, oraya gidiyorum. İnşallah ayağımız düşerli olar. Tamam o zaman. Hadi boy verin, anama ben varım. Bay bay. Yaxşı ol. Teşekkür ederim, kurban olum. Seni tebrik eləyirəm. Çok yaşa. Ömrün uzun olsun. Ana dualarını istəyirəm. Çünkü bir tələbəm var, onun yanına gedirəm. Çok hasta. İnşallah ki tez sağalacaq. Səs Azərbaycandan. Gedirəm ona deyib. Səni çox öpürəm. Bayramın mübarək. Sevirəm səni. Gəldik əziz Qəşəmimiz evə. Var yandırdım ya sen. Sizde öyle şu. Tamam peki. Ay boş ya. Söz verdim. Necə istəyirsən özünü? Hiç narahat olma. Biz səninlə, bütün Azərbaycan səninlədir. Ona görə də istədim səni gəlim yoxlayım. Görsünlər ki, birlik çox gözəldir. Yaxşı ki, mən seçmişəm. Gəldim ki, sən sübut eləyim ki, doğru seçim eləmişsən. Ona görə ruh düşkünlüyü var. Biz onu ümumiyyətcə yaşamayacağıq və biz təzədən səhnəyə qayıdacağıq. İnşallah. Hər şey əla olacaq. Gələn sezon. Vaqif müəllim bizə duyut yazacaq. Gələn sezon nədir? Vaqif müəllimə demişəm ki, bir dənə oğlan tapmışam sənə. Sənin mahnıların sən necə oxuyur? Tərtəmiz. Həkimdən də razıyıq. Yəni, amma biz hələ çox getməliyik. Deyəsən, başqa ölkəyə də getməliyik. İnşallah tək əldən deyirəm ki, səs çıxmaz. Ona görə də mən çox rica edərəm ki, mənim də yanımda olsunlar. Biz Qəşəmin yanında olaq. Biz ona dəstək olaq. Bu səhnə Qəşəmi görsün. Ən çox da onun anası, onun ailəsi, onu sağlam görsün. İnşallah. Ki biz toplayacağıq gücümüzü və səni yola salacaq əməliyyata. İkimizin var düşündüğüm kadar hiç kesi düşünmedim. Sana aktardığım kadar hiç kesi aktarmadım. Sana vurulduğum kadar hiç aşık olmadım. Sen